Təsəvvür edin, çox qəşəng hava var və yaxud da maraqlı nəsə bir tədbir var, bir maraqlı görüş var və hansısa dostunuzu, tanışınızı sizinlə getməyə təklif edirsiniz. Həmin anda onun reaksiyası necə olar? Deyəcək ki, hə, çox yaxşı, mənim üçün də maraqlı olar, gedərik. Yoxsa, yox, mənim bugün işim çoxdur, bu iş edəcəm, bura gedəcəm, sabah bu olacaq, nə vaxtsa gedərik deyir. Bunu niyə soruşuram? Çünki bəzi insanlar ani qərarlara açıqdırlar, elastikdirlər. Yəni onlar əvvəlcədən planın qurmurlar. Bir fürsət gələndə onu dəyərləndirirlər. Amma bəzi insanların həyatları o qədər sistemli, planlı olur ki, onlara belə bir təklif olanda sanki bir xaosa girirlər, bir təlaş içində olurlar. Görüləcək işlər düşüncələrində vardı ya, yəni həmin anda qərar vermək onlar üçün çətin olur. Düzdür, ola bilər ki, həqiqətən də əvvəlcədən etdiyimiz bir planımız ola bilər, nəsə bir qrafikimiz ola bilər. Yəni bunlar normaldır. Amma bəzi insanlar var ki, həqiqətən də bu qəfil hərəkətlilikdən çox narahatlıq duyurlar. Yəni onların həyatı, düşüncəsi sistemlidir. Və bu da çox fərqlidir, insanları fərqləndirəndir. O hansı ki, birinci insanlar anidən vaxtı dəyərləndirirlər. O birilər isə əvvəlcədən mənə deyərsən, filan həftənin filan günü edərik, sabah ora gedəcəm, tez çıxsam edərik. Yəni belə sanki bir sistemli, qrafikli həyatları olur. Bəzi insanlar da var ki, onlar da deyirlər ki, maraqlıdır, gedərik, edərik. Nə həmin anda qərar verirlər, nə konkret bir vaxt deyirlər. Sadəcə düşüncələrində, yəni bunlar da tam bir fərqli təbəqə insanlarıdır. Və ona görə də biz yenə də deyirəm ki, hər kəsi eyni görə bilmərik. Bəzən yenə də inciyə bilərik ki, niyə getmirsən, niyə alınmır, istəsən edərsən. Amma həqiqətən də o düşüncədə verilmiş qərardan da asılı ola bilər ki, bəlkə hansı ki o həyatı sistemli, qrafiklidir, onun həqiqətən vaxtı var. Sadəcə ani bir təklif edəndə o ona hazır olmadığı üçün yəni o qərarı həmin anda verə bilmir, ona çox çətin gəlir. Digər insanlar da ki, yəni belə. Və bu da ki, nədən asılıdır? Təbii ki, bizə verilən genetik həyat kodumuzdan bağlıdır. Ola bilər ki, yenə də kimlərsə razılaşmaya bilər, insanlar fərqlidir deyirik. Amma fərqliliyimiz bizim həyat kodlarımızda gizlidir. Hansı insanlar ki, oxşar kodları daşıyırlar, onlar təbii ki, düşüncələri də, davranışları da yəni oxşar olur. %100 təbii ki, heç kim, heç nə yoxdur. Amma ümumi baxanda bu insanlarla digər insanların qərar vermə xüsusiyyəti demək olar ki, eyni olur.